müəllimələr, başlayaq. Bugünkü mövzumuz tezarus, bir də məktəbəqədər təhsil sahəsində uşaqlarda formalaşdırılan inkişaf sahələri olacaq. Demək, tezarus bir növ keçən mövzuda keçdiyimiz məktəbəqədər təhsil haqqında anlayışlarla, yəni eynilik təşkil eləyir. Bəzi fərqli məqamlar var da. Məktəbəqədər təhsil deyildikdə əsasən təhsilin ilkin pilləsi nəzərdə tutulur. Yəni burada fərq necə sadə şəkildə tapa bilərsiniz? Məktəbəqədər təhsil deyildikdə məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsi nəzərdə tutulur. Yəni burada məktəbəqədər təhsil deyildikdə ilkin bilik, bacarıq və vərdişlərin mənimsənilməsi və onun nəticəsi nəzərdə tutulur. Daha sonra məktəbəqədər təhsil müəssisəsi. Məktəbəqədər təhsil müəssisəsi deyildikdə əsasən burada açar söz olaraq dövlət standartlarına uyğun olaraq təşkil olunur. Bunu götürə bilərik fərqləndirmək üçün. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təlimə hazırlığını həyata keçirən təhsil müəssisəsidir. Yəni uşaqların hər tərəfli şəkildə həm təlim tərbiyəsini, həm əqli, fiziki, mənəvi inkişafını, bundan əlavə bütün inkişaf sahələrini, həm uşaqları fiziki cəhətdən, idraki, sosial, estetik cəhətdən formalaşdırmağı nəzərdə tutur. Daha sonra isə məktəbəqədər təhsilin dövlət standartı. Məktəbəqədər təhsilin dövlət standartı da uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq elmi pedaqoji prinsiplər əsasında hazırlanan məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusudur. Yəni burada açar söz kimi biz burada dövlət siyasəti, məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusu sözünü götürəcəyik. Daha sonra isə məktəbəqədər təhsildə diferensiallaşdırma gəlir. Təhsil sahəsində uşaqların burada bildiyimiz kimi diferensiallıq, yəni fərdi xüsusiyyətlərinin, maraq və tələbatlarının, fiziki və əqli inkişaf səviyyələri, psixofizioloji xüsusiyyətləri nəzərə alınmaqla təlimin təşkil edilməsidir. Yəni təhsil prosesi zamanı hər bir uşağın fərdi, daha sonra fərqli cəhətlərini, xüsusiyyətlərini nəzərə almalıdır tərbiyəçi. Ona uyğun, belə deyək, uyğunlaşdırma etməlidir. Daha sonra isə məktəbəqədər təhsildə qiymətləndirmə gəlir, müəllimələr. Qiymətləndirmə deyildikdə, yəni dəyərləndirmə və qiymətləndirmə eyni bir anlayışdır. Bunu qeyd edin. Məktəbəqədər təhsildə qiymətləndirmə dedikdə uşaqların bir növ fəaliyyətlərinin dəyərləndirilməsi, yəni nailiyyətlərinin qiymətləndirilməsi prosesidir. Məktəbəqədər təhsildə qiymətləndirmə uşaqların əqli, fiziki inkişaf və təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesidir, müəllimələr. Yəni qiymətləndirmə nailiyyətlərin dəyərləndirilməsidir. Daha sonra isə məktəbəqədər təhsil proqramı, kurikulum gəlir. Bildiyimiz kimi bu bizə müsahibə mərhələsində də düşmüşdü, bu sual çox düşmüşdü. Həmçinin test mərhələsində də düşə bilər. Yəni burada dedikdə, kurikulum dedikdə təlim nəticələri, daha sonra isə inkişaf sahələri üzrə məzmun standartlarını, pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinq sistemini özündə əks etdirən dövlət sənədidir. Yəni məktəbəqədər təhsil proqramı, kurikulum dövlət sənədidir və burada biz bildiyimiz kimi təlim nəticələri, yəni bizdən soruşsa nə əks olunur kurikulumda? Biz burada qeyd edəcəyik ki, təlim nəticələri, daha sonra inkişaf sahələri üzrə məzmun standartları, pedaqoji prosesin təşkili kimi məsələlər qeyd olunmuşdur. Məktəbəqədər təlim gəlir, müəllimələr. Məktəbəqədər təlimdə bildik ki, biz burada açar söz olaraq götürəcəyik ki, uşaqların bilikləri gündəlik həyatda tətbiq etmə bacarığı və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş bir prosesdir. Yəni məktəbəqədər təlimdə uşaqlarda sadəcə bilik, bacarıq, vərdiş formalaşmır. Həmçinin burada bilik, bacarıq, vərdişdən əlavə səriştələr, daha sonra mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiqi və təhsil almaq üçün
Bir dəqiqə. Təhsil almaq üçün, yəni monitorinq sistemini özündə əks etdirir. Bu kurikulumdaydı. Amma təlimdə biz dedik ki, yəni gündəlik həyatda tətbiq etmə bacarığının əldə edilməsi və təhsil almaq üçün motivasiyanın formalaşdırılmasına yönəlmiş bir prosesdir, müəllimələr. Daha sonra məzmun standartı gəlir. Məzmun standartı təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni biz burada məktəbəqədər təhsil proqramı kurikulumda da qeyd olunub ki, dövlət sənədidir. Həmçinin məzmun standartında da qeyd olunub, amma burada dövlət tələbidir. Yəni təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan bir dövlət tələbidir. Məzmun standartları, yəni bilik və bacarıq hissəsində bilirik ki, tərbiyəçinin öyrətdiyidir, amma bacarıq odur ki, öyrətdiyini bir növ tətbiq etməkdir də. Bilik bacarığa çevirərək formalaşdırırıq biz təhsil prosesində. Bu da bilik bizim əsas standartımızda əks olunub. İndi növbəti dərslərdə keçəcəyik əsas standart, alt standart. Bilik bizim əsas standartda əks olunur. Fəaliyyəti isə, yəni bacarığa çeviririk bir növdə, bildiyimizi tətbiq eləyirik. Bu isə alt standartda əks olunmuş olur müəllimələr. Daha sonra isə motivasiya gəlir. Müəllimələr bildiyimiz kimi biz məşğələnin mərhələləri var idi. Motivasiya var idi. Daha sonra motivasiyadan əlavə burada tətbiq etmə var idi. Bilirik də, biz bunları indi növbəti mərhələdə keçəcəyik. Dərk etmə, tətbiq etmə, müəllimələr, aktuallaşdırma da var idi. Biz motivasiya qura bilmədik də, aktuallaşdırmadan istifadə edirdik də. Bu növbəti mərhələlərdə keçəcək. Yəni motivasiya dedikdə məşğələnin vacib komponenti olmaqla uşaqların idrak fəallıqlarını təkan verən bir prosesdir. Motivasiya, yəni bir növ uşaqların qarşısına problemi həll etmə bacarığı qoyulur da. Uşaqların qarşısına bir problem qoyulur və uşaqlar bu problemin həllində bir-biri ilə əməkdaşlıq edərək müəyyən üsullardan istifadə edirlər. Yəni motivasiya budur. Motivasiyanı da qurmaq olmadıqda biz aktuallaşdırmadan istifadə edirdik. Daha sonra isə dəyərlər gəlir, müəllimələr. Dəyərlər isə şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir. Bir növ, daha sonra isə dəyərləndirmə də var. Bunları necə ayırd edək? Dəyərləndirmə isə toplanmış məlumatların təhlili və nəticələrin çıxarılması prosesidir. Yəni dəyərləndirmə odur ki, biz burada bir növ uşaqların fəaliyyətini dəyərləndiririk də, qiymətləndiririk də, bir növ deyək. Amma dəyərlər uşaqlarda şəxsiyyəti şərtləndirən keyfiyyətlərdir, bir növ. Daha sonra isə əməkdaşlıq gəlir, müəllimələr. Əməkdaşlıq dedikdə biz burada bir növ qarşılıqlı əlaqələri təmin edirik. Tərbiyəçi müəllim ilə arasında qurulmuş əməkdaşlıq, tərbiyəçi müəllim uşaq, daha sonra uşaq qarşılıqlı əməkdaşlığı, valideyn və tərbiyəçi müəllim, uşaq və valideyn münasibətlərinin qarşılıqlı fəaliyyətinin təmin olunmasıdır. Yəni əməkdaşlıq bir növ kooperativlik, daha sonra əməkdaşlıq etmək, uşaqların bir-biri ilə birlikdə vaxt keçirməsi, valideynlə tərbiyəçinin birlikdə bir növ uşaqların fəaliyyətini müşahidə etməsidir də. Bir növ əməkdaşlıq edirik, onlarla daimi əlaqə qururuq. Daha sonra isə fasilitasiya və fasilitator gəlir, müəllimələr. Biz bunları bir-birindən necə fərqləndirəcəyik? Əsas məsələ odur. Fasilitasiya bir növ, biz bildik ki, Vygotsky'da keçmişdik. Yəni növbəti dərslərdə keçəcəyik. Vygotsky'da var idi ki, scaffolding etmək, bir növ müəllimələr. Fasilitasiya da qrupda diskussiyaların təşkili, fəallaşdırılması və səmərəli yönəlmə prosesini müəllimələr. Fasilitasiya dedikdə bir növ scaffolding nəzərdə tutulur. Yəni tərbiyəçi müəllim uşaqları burada bir növ yol, bir mövqe göstərir də öz hədəflərinə, məqsədlərinə çatmaq üçün onlara göstərdiyi bir müvəqqəti dəstəkdir. Yəni tərbiyəçi müəllimin bir növ uşaqlara istiqamət verməsi, yönləndirməsidir. Fasilitasiya dedikdə bu nəzərdə tutulur. Amma fasilitator dedikdə müəllimələr, bu uşaq tərəfindən biliklərin əldə edilməsi prosesində bələdçi rolunu yerinə yetirən şəxsdir. Yəni
bələdçi rolunu yerinə yetirən şəxs dedikdə, burada uşaqlar özləri bir növ məlumatı mənimsəyirlər, dərk eləyirlər də. Sadəcə olaraq kənardan tərbiyəçi onları müşahidə edir. Fasiltasiyada bildiyi ki, müvəqqəti dəstəkdir, tərbiyəçinin uşağa göstərdiyi dəstəkdir. Fasilitatorda isə uşaq özü müstəqil şəkildə tapşırıqları icra eləyir. Daha sonra isə inkişaf sahələri gəlir, müəllimələr. İnkişaf sahələri də bildiyi ki, bizim bugünkü mövzularımızdan biridir. İnkişaf sahələri bildiyi ki, bizim 4 inkişaf sahələrimiz var. Yəni 4 istiqamətdə aparılır. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf, estetik və yaradıcı inkişaf, sosial və emosional inkişaf sahəsi. İnkişaf sahələri dedikdə bizdən bir növ müsahibədə adətən, yəni tərifini soruşur da, nə mənə kəsb eləyir, onu soruşurlar. İnkişaf sahələri dedikdə uşaqlarda inkişaf sahələri üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən edilmiş məzmunun zəruri hissəsidir. Yəni, əgər bizdən soruşsalar ki, inkişaf sahəsi dedikdə nə nəzərdə tutulur, biz o zaman deyəcəyik ki, ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin edir. Daha sonra isə nəticəyönümlülük gəlir. Müəllimələr, bildiyimiz kimi nəticəyönümlülük bizim mühüm didaktik prinsiplərimizdən biridir keçmişik mövzularda. Nəticəyönümlülük dedikdə müəllimələr, təhsilin məzmunun əvvəlcədən müəyyən edilmiş nəticələr əsasında müəyyən edilməsidir. Yəni, bir növ açar söz kimi nəticəyönümlülük planlı, məqsədli şəkildə, yəni tərbiyəçi dərsin planını, mövzusunu, məqsədini əvvəlcədən müəyyən etməli, planlaşdırmalıdır ki, belə müəllim daha çox produktiv, nəticəyönümlü bir müəllim olsun. Əgər belə olmasa, tərbiyəçi nəticəyönümlü ola bilməz. Öz məqsədinə sonda, yəni nailiyyətlərə çata bilməz, öz məqsədinə, öz hədəfinə çata bilməz müəllimələr. Daha sonra isə portfolyo gəlir müəllimələr. Portfolyoda bildiyimiz kimi sənəddir, qovluqdur müəllimələr. Portfolyoda yəni uşaq haqqında bir növ məlumatlar, il ərzində uşağın nələr etdiyi, hansı nailiyyətləri qazandığı, hansı fəaliyyətlərdə iştirak etdiyi, hansı sahədə daha çox inkişafı, fəaliyyətləri əks olunur müəllimələr portfolyoda. Yəni portfolyo uşaq haqqında məlumatların və onun müəyyən müddət ərzində yerinə yetirdiyi işlərin toplandığı xüsusi bir qovluqdur müəllimələr. Daha sonra isə müəllimələr gəlir resurslar. Resurslar da məzmun standartlarının reallaşdırılmasında istifadə edilən təlim vasitələridir müəllimələr. Resurslar bir növ təlimin təşkili prinsiplərindən əyanilik prinsipi ilə yəni oxşarlıq təşkil edir də, bir növ açar söz kimi əyaniliyi biz əsas götürməliyik. Çünki müəllimələr, burada resurslar əsasən əyanilik, yəni vizual şəkildə gözümüz ilə görə bilməliyik də. Resurslar, məsəl üçün, biz nə deyə bilərik? Resurs götürmək üçün, resurs, məsəl üçün, karandaş, bu kimi şeylərdən istifadə etməliyik, top, bu tipli resurslardan istifadə edirik və yaxud plastilin. Yəni, bunlar əsasən əyanilik prinsipi əsasında təşkil edilir. Daha sonra isə şəxsiyyət yönümlülük prinsipimiz gəlir, didaktik prinsiplərimizdən. Həmçinin müəllimələr bildik ki, prinsiplərimiz iki istiqamətdə idi. Didaktik prinsiplər, bir də təlimin təşkili prinsipləri. Biz indi onun növbəti mövzuda keçəcəyik. Didaktik prinsiplərimiz 9 dənədir müəllimələr. Amma təlimin təşkili prinsipləri 6 dənədir. Və onlardan nəticəyönümlülük və şəxsiyyətyönümlülük bunu qeyd eləyərsiniz. Yəni, bu ikisi, nəticəyönümlülük və şəxsiyyətyönümlülük hər ikisində qeyd olunub. Yəni, şəxsiyyətyönümlülük dedikdə, uşaqlarda zəruri həyati bacarıqların və dəyərlərin formalaşdırılması prosesi nəzərdə tutulur müəllimələr. Bildiyimiz kimi şəxsiyyətyönümlülük uşaqlarda 4 faktordan ibarət idi. Yəni, biz uşaqlarda zəruri həyati bacarıqları formalaşdırmaq üçün, onları bir şəxsiyyət kimi formalaşdırmaq üçün onlarda həm ünsiyyət, daha sonra milli bəşəri dəyərlər, psixomotor bacarıqlar, ünsiyyət kimi prosesləri birlikdə inkişafını təmin etməliyik ki, uşağı bir şəxsiyyət kimi formalaşdıra bilək.
Daha sonra isə şəxsiyyət yönümlü təlim prosesi var. Biz bunları bir-birindən necə fərqləndirəcəyik? Şəxsiyyət yönümlü təlim prosesində bir növ uşağın dəyəri, yəni hər şeydən öncə biz uşağı bir fərd kimi, bir şəxsiyyət kimi yanaşmalıyıq. Özünün təkrar olunmaz subyekti nəzərdə tutulur. Yəni şəxsiyyət yönümlü təlim prosesi odur ki, biz burada prinsip olaraq, yəni bildik ki, şəxsiyyət yönümlülük nədir, amma təlim prosesi, şəxsiyyət yönümlü təlim prosesi əsasında fərdiliyin tanınması, hər bir insanın orijinallığı, dəyəri, onun hər şeydən əvvəl şəxsiyyət kimi inkişafı, özünün təkrar olunmaz subyektiv təcrübəsinə dayanan təlimdir. Yəni hər bir insanın öz orijinallığı, öz dəyəri var, öz bir fərdi xüsusiyyəti var. Biz hər bir insana fərd kimi yanaşmalıyıq. Onun istəklərini nəzərə almalıyıq. Daha sonra isə təhsildə inteqrasiya gəlir, müəllimələr. Təhsildə inteqrasiya dedikdə biz əlaqələndirmə götürəcəyik də, açar söz olaraq bildiyimiz kimi. Təhsildə inteqrasiya dedikdə təlimin məzmun komponentlərinin əlaqələndirilməsini təmin edən didaktik prinsipimizdir. Təlimin məzmunu gəlir, müəllimələr. Təlimin məzmununda uşaq şəxsiyyətinin formalaşmasına yönəlmiş bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin məcmusudur. Yəni biz burada açar söz kimi təlim nəticələrinin məzmunu sözünü götürə bilərik. Daha sonra isə biz təlimin nəticəsi gəlir, müəllimələr bundan əlavə. Təlimin nəticəsi dedikdə müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Baxın, konkret olmalıdır, yəni konkret bir səviyyədə olmalıdır. Təlim nəticəsində bildik ki, əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin bir növ konkret bir səviyyəsi olur, müəllimələr. Daha sonra təlim strategiyası gəlir, müəllimələr. Təlim strategiyası sözünün mənası bir növ mövqe, istiqamət deməkdir, yanaşma deməkdir. Təlim strategiyasına biz təhsil prosesində istifadə olunan formaları, metodları, üsul və vasitələrin bir növ məcmusudur. Yəni təlim strategiyasında iş forması, iş üsulları, müxtəlif metodlar, üsullardan, yanaşmalardan istifadə edilirdi. Bu da təlim strategiyasında öz əksini tapmış olur bir növ. Daha sonra isə tərbiyəçi müəllim gəlir. Tərbiyəçi müəllim də bildiyimiz kimi uşaqların tərbiyəsini, daha sonra hərtərəfli inkişafını, məktəbəhazırlıq təlimini təşkil edən və həyata keçirən məktəbəqədər təhsil sahəsində məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxsdir. Yəni həm ali təhsilli ola bilər, həm də orta ixtisas təhsilli ola bilər. Daha sonra isə uşaq yönümlülük gəlir. Uşaq yönümlülük də bildiyimiz kimi didaktik prinsiplərimizdən idi. Burada da biz bildik ki, hər bir uşağın öz belə deyək, meyl və maraqlarını nəzərə almalıyıq. Onların nailiyyətlərini bir növ dəyərləndirən zaman onların potensiallarını, meyl marağını nəzərə alaraq dərs prosesini təşkil etməliyik. Yəni uşaq yönümlülük odur ki, təlim-tərbiyə prosesində bilavasitə uşağın meyl və marağının, təhsil nailiyyətlərinin ödənilməsinə, istedad potensiallarının reallaşdırılmasına və inkişafına yönləndirilməsidir, müəllimələr. Bura qədər aydın oldu, müəllimələr? Bəli, müəllimə. Onda biz keçək indi digər mövzumuza, inkişaf sahələri mövzusuna keçək. Bildiyimiz kimi məktəbəqədər təhsilin məzmununda əks olunur inkişaf sahələrimiz. İnkişaf sahələrinin xarakteristikası mövzumuzdur. Bildiyimiz kimi səsi bağlayardınız müəllimə. Məktəbəqədər yaşlı uşaqlarda 4 inkişaf sahəsi formalaşdırılır. Biz bunları mütləq ardıcıl şəkildə bilməliyik, müəllimələr. Birinci yerdə, birinci istiqamətdə duran fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik olur, müəllimələr. 2 rəqəmi olan isə idraki inkişafdır. 3 rəqəmi estetik və yaradıcı inkişaf olur. 4 rəqəmi isə sosial və emosional inkişaf sahəsini əks etdirir. Yəni ardıcıl şəkildə bilməyimiz vacibdir, müəllimələr.
sıralamaya görə. Biz başlayaq fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdən. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlikdə bir növ uşaqların hər tərəfli hərəkə hazırlığı, daha sonra böyük, kiçik motor, hissi motor bacarıqlarının birlikdə formalaşdırılmasıdır. Biz bildik ki, böyük motor bacarıqlarına ayaq hərəkətləri, kiçik motorika isə əl hərəkətləri, əl əzələləri nəzərdə tutulur. Daha sonra böyük motor, bildik ki, böyük, kiçik hissi motor bacarıqları bura daxil olur. Daha sonra biz burada uşaqların bir növ bədən quruluşunun formalaşması, hər tərəfli hərəkə hazırlığı, sağlamlığının qorunması istiqamətində müəyyən bir işlər yerinə yetirilir müəllimələr. Həmçinin fiziki hazırlıq da burada öz əksini tapmışdı. Yəni burada bir növ sağlamlığın qorunması, möhkəmləndirilməsi, biz sağlamlığın qorunması və möhkəmləndirilməsinə deyə bilərik ki, məsəl üçün uşaqların əlini sabunu ilə yumması vərdişini öyrədirik ki, müəyyən bir uşaqlara qeyd edirik ki, mikroblar var. Yəni uşaqlarda bir növ sağlamlığın qorunması istiqamətində müəyyən yollar sınayırıq. Daha sonra isə sanitar gigiyenik qulluğun təminatı, ayaq yoluna getdikdə necə davranmalı. Yəni bu tipli sanitar gigiyena normalarını uşaqlara öyrətməliyik. Daha sonra sağlamlaşdırıcı tədbirlərin təşkili, uşaqların açıq havada vaxt keçirməsi, günəş şüalarını qəbul etməlidir, sudan, havadan, yəni düzgün şəkildə istifadə etməlidir. Daha sonra uşaqların qidalanması, qidalanma rejiminə riayət edilməlidir. Burada müəllimələr düzgün gün rejiminin təşkili bura daxildir. Uşaqların yuxu rejimi vaxtında olmalıdır, normasında olmalıdır. Asudə vaxtında müəyyən oyunlarda iştirak etməlidirlər, müəyyən bir növ mövzuları mənimsəməlidirlər. Daha sonra fiziki aktivliyi də, yəni burada uşaqlarda sağlam bir fərd kimi formalaşmasına təkan verir müəllimələr. Biz bununla yanaşı böyük kiçik motorikanı da dedik. Daha sonra uşaqlara müəyyən qaydaları öyrədirik, həyat və sağlamlıqla bağlı, təhlükə və çətinliklərə hazırlıq, daha sonra yol hərəkəti qaydaları, məsəl üçün yol ilə keçən zaman uşaqlara svetoforun rənglərini, daha sonra keçid qaydalarını öyrətməliyik ki, uşaqlar öz sağlamlıqlarının qorunmasında bir növ məlumatlı olsunlar. Daha sonra yanğın zamanı, daha sonra zəlzələ zamanı uşaqlara necə davranmaq haqqında qaydaları biz bütövlükdə mənimsətməliyik ki, uşaqların hər tərəfli inkişafı təmin edilsin müəllimələr. Yəni məişətdə ehtiyatlı davranmalıdırlar, küçədə mədəni davranmalıdır uşaqlar, təbii hadisələr, yanğın zamanı, bir sıra təbii hadisələr zamanı, fəlakətlər zamanı bu vəziyyətlərdən çıxmaq haqqında, qorunmaq haqqında uşaqları biz öyrətməliyik, məlumatlandırmalıyıq. Daha sonra isə bura qədər aydın oldu yəqin ki. Daha sonra idraki inkişaf gəlir, ikinci yerdə duran. İdraki inkişafda bir növ, yəni əqlimiz də müəllimələr, əqli cəhətdən uşaqların inkişafı, yəni bizim potensialımız, zehnimizin birlikdə vəhdətdə inkişafı nəzərdə tutulur da. İdraki inkişafda əsasən uşaqlarda bir növ idrak prosesləri də müqayisə, analiz, sintez, ümumiləşdirmə, qruplaşdırma, bu növ bacarıqlar formalaşır. Daha sonra ətraf aləm haqqında ilkin bacarıqlar formalaşır uşaqlarda. Bu dövrdə uşaqlarda əsasən dərk etmə formalaşır, mühüm rol oynayır. Uşaqlar təmasda olduğu əşyaların adlarını, necə hərəkət etmək lazım olduğu haqqında artıq burada ətraflı şəkildə məlumatlı olurlar. Düzgün istiqamətdə məntiqi mühakimə yürüdə bilirlər, düzgün sadə ümumiləşdirmələr apara bilirlər, bir növ, yəni düzgün ümumi nəticəyə gələ bilirlər. Daha sonra burada idrak proseslərinə biz məntiqi mühakimə yürüdə bilmək bacarığına aid edirik. Bundan əlavə düzgün sadə ümumiləşdirmələr aparmaq, əqli nəticəyə gəlmək kimi uşaqlarda bir növ qabiliyyətlər formalaşır müəllimələr.
Bundan əlavə uşaqlarda intuisiya, məkan və zaman haqqında təsəvvürlər yaranır. Uşaqlarda induksiya, deduksiya, təhlil, tərkib, təsnif etmə, sistemləşdirmə, ümumiləşdirmə kimi bir növ qabiliyyətlər inkişaf edir. Bununla əlaqədar tənqidi, məntiqi, yaradıcı təfəkkürün inkişafı da təmin edilir. Yəni idrakımız bir növ bizim təfəkkürümüzdür, əqlimizdir, zehnimizdir müəllimələr. Bura, yəni hər bir uşağın müqayisə etmə bacarığı, ümumiləşdirmək, fərqləndirmək, yəni bunlar daxildir müəllimələr uşaqların hər tərəfli inkişafına. Daha sonra isə müəllimələr estetik və yaradıcı inkişaf sahəsi gəlir, yəni 3-cü mövqedə duran rəqəm. Estetik və yaradıcı inkişaf sahəsində əsasən estetik tərbiyə formalaşır uşaqlarda, məktəbəqədər yaşlı uşaqlarda bədii zövq, estetika formalaşır. Burada əsasən uşaqlar ətraf aləmdəki obyektləri müşahidə etmək, müzakirə etmək bacarığı inkişaf edir. Daha sonra təsviri fəaliyyətdə rənglər, daha sonra hekayə, nağıl danışa bilirlər, özlərindən hekayə qura bilirlər, nağıl qura bilirlər, bir sıra səhnələr nümayiş etdirə bilirlər. Təsviri fəaliyyət də həmçinin bildiyimiz kimi məşğələlərimizdən təsviri fəaliyyət estetik və yaradıcı inkişaf sahəsində öz əksini tapmışdır. Yəni təsviri fəaliyyətdə biz bilirik ki, rəsmdir, quraşdırmadır, yapmadır, aplikasiyadır. Yəni bunların hər biri bütövlükdə estetik və yaradıcı inkişaf sahəsində öz əksini tapmışdır. Estetik və yaradıcı inkişafda uşaqlarda bədii zövq formalaşır, yaradıcılıq qabiliyyətləri. Bununla əlavə deyə bilərik ki, uşaqlar musiqi alətlərində ifa edirlər. Daha sonra rəqs, bu tipli bacarıqlar formalaşır uşaqlarda, estetik zövq formalaşır. Başqa digər insanların mövqeyini qəbul etmək bura daxildir. Bundan əlavə biz deyə bilərik ki, təbiətə, ətraf aləmə, insanlara qarşı həssas bir münasibət formalaşır. Geyimdə gözəlliyi görməkdə, əsasən yəni estetik və yaradıcı inkişaf sahəsində zövqdür da, yəni estetikadır. Biz burada gözəlliyi duyma bacarığı olmalıdır, uşaqlarda formalaşmalıdır. Geyimdə gözəlliyi görə bilərik. Bununla əlavə başqa bir hərəkətlərdə, məsəl üçün musiqidə gözəlliyi duyma, rəqs zamanı geyimdə gözəlliyi duyma kimi fəaliyyətlər formalaşdırılır. Daha sonra isə sosial və emosional inkişaf sahəmiz gəlir. Müəllimələr 4-cü mövqedə, yəni 4-cü rəqəm sosial və emosional inkişaf sahəsidir. Məktəbəqədər yaşlı uşaqlarda sosial və emosional inkişaf sahəsi birlikdə, yəni vəhdət şəklində formalaşdırılır. Biz burada deyə bilərik ki, uşağın öz əhvalını idarə edə bilmək qabiliyyəti də bir növ, məsəl üçün biz müəyyən bir hadisələr zamanı, kimisə yaxınlarımızı itirən zaman, müəyyən bir hallarda kövrəlirik, bir növ ağlayırıq, kövrəlirik, pis oluruq. Elə vaxt olur ki, məsəl üçün biz imtahandan uğur qazanırıq, bu zaman sevinirik, şadlanırıq. Yəni bizim bütün emosiyalarımız, hisslərimiz bu inkişaf sahəsində, sosial emosional inkişaf sahəsində öz əksini vəhdət şəklində tapmışdır. Yəni bizim əhvalımız burada əks olunur. Bununla əlavə sosial emosional inkişaf sahəsində uşaqlarda xeyirxahlıq, qayğıkeşlik, başqasının dərdinə şərik olma, başqasını dinləmək, yardım etmək kiməsə, sonra böyüklər və yaşlılar ilə qarşılıqlı ünsiyyətin əsası burada mühüm rol oynayır. Birgə fəaliyyət növlərində uşaqlar iştirak edirlər, şəxslər arası ünsiyyətin təşkili olur, böyükləri hörmət edirlər uşaqlar, daha sonra yaşlılarına güzəşt edirlər, qarşılıqlı təsir və qarşılıqlı anlaşma təmin edilir. Yəni uşaqlarda bir növ mənəvi keyfiyyətlər formalaşdırılır bu dövrdə. Digər insanlara qarşı xeyirxah münasibətlər formalaşdırılır, qarşılıqlı yardım, başqasını dinləmək, münaqişələrin həlli prosesi burada. Daha sonra kollektivdə davranma qaydalarına dair biliklərə uşaqlar bu dövrdə, yəni sosial emosional inkişaf sahəsi vasitəsilə yiyələnmiş oldular müəllimələr. Bu mövzumuz da bu qədər ay müəllimələr. Yəqin ki, aydın oldu. Buradasınız müəllimələr. Bəli, müəllimə, buradayım.
Aha, mövzu aydın oldu müəllimə. Bəli, çox sağ olun. Aydın olsun. Siz də sağ olun. Daha sonra mən sizdən nə deyim? Keçən mövzulardan biraz sual-cavab eləyək müəllimələr. Eləyək, bəli, yaxşı olar elə. Sizə demişdim ki, hüquq vəzifələri yaxşı oxuyun, daha sonra ilk mövzunu yaxşı oxuyasınız. Yəqin ki, oxumusunuz da. Demişdim ilk mövzudan sual-cavab eləyəcəm. Ya da ki, elə inkişaf sahələrindən də sual-cavab eləyə bilərik. Elə, bəli. Neçə inkişaf sahəmiz var Çiçək müəllimə? Bizim 4 inkişaf sahəmiz var müəllimə. Aha, hansıları oldu? Birinci fiziki inkişaf sağlamlıq və təhlükəsizlik. İkinci inkişaf sahəmiz idrakin inkişafı. Üçüncü inkişaf sahəmiz estetik və yaradıcı inkişaf. Dördüncü inkişaf sahəmiz sosial emosional inkişafdır. Aha, bəli müəllimə. Siz mənə estetik və yaradıcı inkişaf sahəsi haqqında danışın. Nə başa düşdünüz buradan? Estetik və yaradıcı inkişaf sahəsi deyəndə müəllimə, bizdə deməli birinci növbədə gözəllikləri görmək, sonra ətrafda olan sadə gözəllikləri görmək, sadə kompozisiyalar haqqında məlumat almaq. Aha, bəli müəllimə. Bəli. Deməli estetik yaradıcı inkişaf sahəmizdə bizim 4, yəni quraşdırma, rəsm, aplikasiya, bir də yapma müəllimə. Yapma, bəli. Bunlar hansı məşğələdə əks olmuşdu? Estetik inkişaf, estetik yaradıcı. Məşğələlərimizdən hansında əks olmuşdu? Məşğələlərimizdə? Aha, rəsm, yapma, quraşdırma hansındaydı? Fiziki, təsviri fəaliyyətdə. Bəli müəllimə, təsviri fəaliyyətdə uşaqlar. Yaxşı müəllimə, ikinci rəqəm hansı inkişaf sahəsində idi? İkinci rəqəm məsələn 1.2 demək belə. İdrak müəllimə, idrak inkişaf sahəsi. İdrak deyirəm də, yəni ikinci rəqəm idraqdadır, bəli, idrakin inkişafı. Aha, yaxşı, siz mənə, bəli müəllimə, müqayisə etmə, analiz, qruplaşdırma, sistemləşdirmə, bunlar hansı inkişaf sahəsində idi? Bunlar idrak inkişaf sahəsinə aiddir. Aha, bəs böyük, kiçik hissi motor bacarıqları? Böyük, kiçik hissi motor bacarıqları fiziki inkişaf sağlamlıq və təhlükəsizlik. Aha. Deyirəm ki, rəngləri adlandırır. Bu hansı inkişaf sahəsi? Əgər adlandırırsa müəllimə, bu idrak inkişaf sahəsi olur. Bəs rəngləri fərqləndirirsə? Fərqləndirirsə, o da estetik yaradıcı inkişaf sahəsi. Bəli müəllimə. Adətən müəllimələr bunu qarışdırır. Yəni burada nəyə görə? Adlandırırsa, yəni burada izah eləyir də, yəni rənglər haqqında. Amma fərqləndirməkdə əsasən estetik zövq formalaşır. Bəli, ona görə estetik inkişaf sahəsini götürürük. Yaxşı, insanların dərdinə şərik olma. İnsanların dərdinə şərik olma, kollektivdə ünsiyyət, şəxslərarası əlaqə, bu sosial emosional inkişaf sahəsi aiddir. Aha. Bəs digər millətlərə, xalqlara hörmət edirsə, hansı? Digər xalqlara hörmət edirsə, o da sosial emosionaldır. Aha. Bəs gözəlliyi, duyma, sezmə hansındaydı? O estetik yaradıcı inkişafdır. Bəs növbətçilik bacarıqları hansındaydı müəllimə? Növbətçilik bacarıqları da estetikdədir müəllimə, 3.2-də. Bəs təhlükəsizlik qaydaları hansındaydı? Təhlükəsizlik qaydaları fiziki inkişaf sağlamlıq və təhlükəsizlik 1.3. Aha. Mən deyirəm ki, Nuray nitq etiketlərindən istifadə edir. Onda hansı inkişaf sahəsi formalaşıb? Onda idrak inkişaf. Aha, bəli müəllimə. Daha sonra siz mənə deyin, iqlim dəyişikliyi, ev heyvanları və vəhşi heyvanlar haqqında Rinat mənə məlumat verir. Hansı inkişaf sahəsi? O da idrak inkişaf sahəsidir deməli. Aha, bəli müəllimə. Sonra siz mənə nəyə qeyd eləyin? Uşaq öz emosiyalarını, hisslərini fərqləndirə bilir. Hansında? O emosiyalarını. Aha. Emosiyalarını necə dediniz onu? Öz belə deyək də emosiyalarını, hisslərini anlayır da bir növ.
Sosial emosionalda da səhv edir. Aha, bəli müəllimə. Bəs daha sonra şəklin məzmununa əsasən uşaq hekayə danışır. Şəklin məzmununa hekayə danışırsa idrak inkişaf. Aha. Bəs həndəsi fiqurları adlandırırsa? Adlandırırsa idrak inkişaf. Aha. Bəs hansında əməkdaşlığı var idi müəllimə? Uşaqlar yoldaşları ilə əməkdaşlıq edirdi bir növ. Uşaqlar əməkdaşlıq edirsə sosial emosionalda. Bəli müəllimə. Çox sağ olun müəllimə. Allah sizə kömək olsun müəllimə. Siz sağ olun. Aha. Yaxşı Müjgan müəllimə, indi sizə sual verim. Buyurun müəllimə. Aha, siz mənə qeyd eləyin. Gözəllik, duyma, sezmə hansındaydı? Estetik yaradıcı inkişafda. Aha, bəs gün rejimi normaları? Bu fiziki təhlükəsizlikdir. Aha. Bəs induksiya, deduksiya, təhlil, tərkib hansındaydı? İdrak inkişafda. Aha. Bəs xeyirxahlıq, humanistlik kimi hisslər? Bir də sosial emosional inkişafda. Bəli müəllimə. Ünsiyyət bacarıqlarını nümayiş etdirir hansında? Ünsiyyət bacarıqlarını nümayiş etdirir idrakda. Xeyr müəllimə. Sosial emosional müəllimə. Sosial emosional. Aha. Bəs nitq etiketlərindən istifadə eləyirsə? İdrak inkişaf. Bəli müəllimə. Daha sonra rəng çalarlarından istifadə edir, sadə kompozisiyadan istifadə eləyirsə? İdrak. Yox müəllimə. Müəllimə, estetik yaradıcı. Kompozisiya müəllimə, rəng çalarları. Estetik olur. Fərqləndirmək, adlandırmaq, ona görə orada qarışdırıram. Hə müəllimə. Daha sonra siz mənə nəyi qeyd eləyin? Əmək bacarıqlarını hansı sahədə inkişaf etdirirdi bir növ? Belə deyək, əmək bacarıqları harada əks olmuşdu? Sosial emosional inkişafda. Xeyr. Yox, estetik yaradıcı 3.2-də. Estetik və yaradıcıda müəllimə. Bir də bayaq qeyd eləmək yadımdan çıxdı, siz qeyd eləyin. Bax, əmək bacarıqları bildik ki, 4 istiqamətdə idi. Özünə xidmət əməyi, məişət təsərrüfat əməyi, təbiətdə əmək və əl əməyi var idi müəllimələr. Səs bağlayardınız bir dəqiqə. Aha, bildik ki, demək 4 istiqamətdə idi də, əməyin 4 növü var idi müəllimələr. Özünə xidmət əməyi, təbiətdə əmək, məişət təsərrüfat əməyi və əl əməyi. Bunlardan sadəcə özünə xidmət əməyi fiziki inkişaf, sağlamlıq və təhlükəsizliyə aid olur müəllimələr. Amma qalan digər üçü estetik və yaradıcı inkişaf sahəsindədir müəllimələr. Deməli, uşaq əgər öz paltarını öz geyinirsə, yatağını yığırsa, yəni özü tək işləyirsə, onlar müəllimə heç kimin köməyi olmadan işləyirsə, deməli bunlar fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. Otağın səliqəyə salınması, oyuncaqların yığışdırılması, stolda yeməyə masanın üzərinə yeməyin qoyulması, yəni bu tipli özünə xidmət əməyi. Amma qalan digərləri estetik və yaradıcıya aiddir. Yaxşı müəllimə, siz mənə nəyi qeyd edin? Kollektivdə bir növ belə deyək də, həyatyanı sahədə uşaqların işləməsi hansı inkişaf sahəsində? Estetik yaradıcı. Bəli müəllimə. Tunar karandaşı düzgün tuta bilmir. Onda hansı inkişaf sahəsi formalaşmayıb? Bu fiziki inkişafda. Bəli. Bəs musiqi dinləmə bacarığı müəllimə? Bu estetik yaradıcı. Aha, bəli. Daha sonra siz mənə ətraf aləmdəki əşyaları müzakirə və müşahidə etmək hansı inkişaf sahəsində idi? Ətraf aləmdəki idrak inkişaf. Xeyr. Ətraf aləmdəki əşyaları müzakirə və müşahidə etmək. Müzakirə və müşahidə etmək. Aha. Çiçək müəllimə deyə bilərsiniz? Müəllimə, bir dəfə də sualı təkrar edin, zəhmət olmasın. Ətraf aləmdəki əşyaları müzakirə və müşahidə etmək. Estetik və yaradıcıdır müəllimə. Bəli, estetik və yaradıcıdır. Estetik və yaradıcı. Daha sonra siz mənə nəyi qeyd edin, Müjgan müəllimə? Uşaq həndəsi fiqurları fərqləndirməyi bacarır. Hansı inkişaf sahəsində? Estetik yaradıcı.
Bəs əməkdaşlıq hansındaydı? Əməkdaşlıq sosial-emosionalda. Aha. Deyək ki, iki uşaq dalaşır, bir-biri ilə münaqişə eləyir. Amma digər uşaq gəlib onları bir-birindən ayırır. Bu hansı inkişaf sahəsi olar? Sosial-emosional inkişaf. Aha, bəli, müəllimə. Deyirəm ki, Gülnar 5 dairəsində sadə riyazi əməliyyatları yerinə yetirir. Hansı inkişaf sahəsində? Zəhmət olmasa bir də təkrar eləyin. Aha, deyirəm ki, Gülnar 5 dairəsində sadə riyazi əməliyyatları yerinə yetirir. Hansı inkişaf sahəsində? İdrak inkişaf. İdrak. Daha sonra deyirəm ki, uşaq şeirin məzmununa əsasən bir növ onu canlandırır, səhnələşdirir. Hansında? Estetik yaradıcıda. Aha. Bəs şeirin məzmununa əsasən hekayə danışda necə? O idrak inkişaf. Aha, bəli, müəllimə. Sonra siz mənə nə deyim? Deyirəm ki, qrup fəaliyyəti zamanı Tural qalib gəlir və çox sevinir, atılıb tutulur, yəni çox sevinir də. Bu hansı inkişaf sahəsi olar? Fiziki inkişaf. Fiziki inkişaf sağlamı. Deyirəm ki, Tural qalib gəlir yarış zamanı və sevinir. Sevinmə. İdrak. Xeyr. Estetik məncə. Sosial müəllimə. Çünki orada öz hisslərini ifadə edir də axı. Ay, sağ olun. Sosial-emosionalda. Aha. Yaxşı, siz mənə nə qeyd eləyin? Bəs musiqi dinləmə bacarığı hansındaydı? Bu estetik yaradıcıda. Aha, bəs növbətçilik bacarıqları hansındaydı müəllimə? Növbətçilik bacarıqları sosial-emosional inkişafda. Estetikdə 3-də 2-də. Aha, estetikdə olur müəllimə. Necə növbətçilik bacarıqları? Növbətçilik bacarığı 3-də 2-dədir. Bəli müəllimə, növbətçilik bacarıqlarını nümayiş etdirir qrup fəaliyyəti zamanı. Əməyin növünə aid olur da, bir növ uşaqlar müəyyən fəaliyyətlərdə iştirak edirlər, növbətçilik yerinə yetirirlər. Başa düşdüm mən. Yaxşı, siz mənə qeyd edin, özünə xidmət əməyi hansı inkişaf sahəsinə aid oldu? Estetik yaradıcı. Yox, özünə xidmət əməyi. Fiziki inkişaf. Fiziki inkişaf alanlarda estetik yaradıcı əl əməyidir, təbiət əməyidir. Aha. Bəs uşaqlar davranış mədəniyyəti haqqında məlumatlıdırlar. Hansı inkişaf sahəsində? Fiziki inkişaf. Xeyr. Sosial. Sosial müəllimə, şəxsi və sosial olur. Sonra siz mənə nəyi qeyd edin? Bir dəqiqə. Nə deyəcəkdim? Bir dəqiqə. Müxtəlif irqdən olan uşaqların birgə təhsilə cəlb olunması bir növ hansı prinsipdə öz əksini tapmışdı? Müxtəlif irqli uşaqların dünyəvilikdə. Aha, bəli müəllimə, dünyəvilikdə idi. Sonra siz mənə nəyi qeyd edin? Tərbiyəçi uşağın yaş və marağını nəzərə alırsa bəs? Uşaq yönümlülük. Bəli. Uşaq yönümlülükdür müəllimə, mən varislik deyirdim. Yox müəllimə, uşaq yönümlülük olur. Marağını nəzərə alırsa. Bəli. Aha. Daha sonra tərbiyəçi uşaqları milli dəyərlər ruhunda tərbiyə edirsə, hansı prinsip olur? Azərbaycançılıq. Bəli müəllimə. Tərbiyəçi planı əvvəlcədən hazırlamırsa, hansı prinsipə əməl etmir? Bu nəticə yönümlülük prinsipini əməl etmir. 3-4 yaş hansı qrup əhatə edirdi müəllimə? Kiçik yaş qrupu. Yox, orta yaş qrupu. Orta yaş qrupu. Yaxşı, siz mənə deyin, birinci rəqəm hansı inkişaf sahəsini əks etdirmişdi? Birinci fiziki inkişaf, təhlükəsizlik, 2 idrak, 3 estetik yaradıcı, 4 də sosial-emosional inkişaf. Bəli, müəllimə. Aha, daha sonra siz mənə nəyi qeyd edin? Məktəb hazırlığı neçə yaşlı uşaqlar üçün zəruri idi? Məktəb hazırlıq 5 yaşlı uşaqlar üçün. Aha, bəli, müəllimə. Sonra insanların dərdinə şərik olmaq hansı inkişaf sahəsində idi?
Sosial emosional inkişaf. Bəli müəllimə. Yaxşı müəllimələr, bugünkü dərsimiz bu qədər. Testləri hazırlayıb atacağam qrupa.